mən başıma əvvəldən gələni maşını necə? Buyur. Mən əvvəldən internetdə gördüyüm Toyota Prius markalı maşını bəyənmişəm və onun yiyəsinə müraciət etmişəm ki, sizdə kredit var ya yoxdur. O da deyir ki, kredit var. Gəlib servisdə maşına baxandan sonra deyir ki, kreditdə gedək, kredit harda salınır oraya gedək. Orada gəlmişik, biz burada o idarənin adı nədir, maşınları qeydiyyatına keçirdilə idarənin adı. Oraya gəlmişik, Elşən müəllim adlı birinin yanına. Gəlmişik Elşən müəllim adlı birinin yanına. Mənim 6500 əvvəlindən öz pulumu vermişəm. 6500 əvvəlindən özüm. Yəni 6500 manat maşını kimdən almışsan ona vermişsən. Bəli, 6500, bəli. Bunlar yəni iştirakıyla bir yerdə 5200 manat da Elşən müəllim adlı bir şəxs verib mənə pulu, maşını almışam. Maşını almışam və başlamışam aylıqlarını ödəməyə. Aylığı ödəyəndə də ümumiyyətcə maşını hər dəfə gəlib dəvət edirlər ki, gəlin bura. Mən deyəndə ki, niyə? Deyir ki, bəs şəkil çəkilməlidir, maşına baxış keçirilməlidir. İndi də axırıncı dəfə də ki, başıma gələn iş ən şey budur ki, mən aylığı ödəyə, maşının 550 manat aylığı var. 550 manat aylığı ödəyə, deyirlər ki, bizim sistemə oturmuyor. Həmən o 550 manatı bunların öz sisteminə oturmayan ödədiyim halda bunlar deyir ki, bizim sistemə oturmuyor. Ona görə 2800 manat məndən artıq pul tələb edirlər. Artıq pul tələb edirlər. 2800 manat səndən niyə tələb edirlər? Niyə tələb edirlər? Deyirlər, bizim sistemə sənin aylığın oturmuyor. Bizim sistemə sənin aylığın oturmuyor. Ona görə bunların hamısı, nə bilim, birin 500 manat deyirlər ki, bu mülkiyyətçi kimdir? Hansı ki, o maşını mənim öz adıma keçməlidir. Onu amma burada olan, burada işləyən bir adi bir xanımın adına, adi bir işçiləridir də. Mən tək odur ha. Bütün maşınları kimlərin adına keçirdirlər belə. Bir ay ödəyəndən sonra qayıdıb maşını onun əlindən almaq üçün bir variant axtarırlar. Ne eləsən də, nətər eləsən də, ümumiyyətcə heç kimin sözünə yaxın durmurlar. Deyirlər ki, biz nətər bilirik, özümüz eləyərik. Yəni, biz aldılar əlindən qutardı da. Məni də dəvət elədilər yenə də bura. Maşını axırıncı dəfə aldılar əlimdən. Aldılar əlimdən, bu qədər də pul əlavə dedilər. Aylıq verəndə banki ödürsünüz, yoxsa şəxsi kartı? Yox, şəxsi karta, o kartda mən... Bəli, şəxsi bank hesabı kartıdır. Onu bankında Elşən adlı bir şəxsindir. O karta ödəyirəm. Maşını əlinizdən almağın səbəbi nədir? Maşını əlimdən almağın səbəbi yenə də dediyim kimi, deyir ki, mənim ödədiyim aylığı 550 manatı bunların güya sisteminə oturmuyor. O sistemə görə həm faiz kimi hesablayır, həm də güya bu mülkiyyətçi var da, hansı ki, mənim maşınımı 9000, mən o maşına pul ödəmişəm ümumilikdə indiyənə kimi. Neçə almışdınız? Maşın 11.500-ə. 11.000. Müqavilə sənədi verirlər sizə? Xeyr. Heç bir sənəd verir? Heç bir sənəd verməyiblər mənə. Mənə demişlər ki, gələrsən opsiya verərik, amma heç bir sənəd də verməyiblər. Şəxsi kartda arttırırdılar pulu. Yəni, özdəki burada deyim sizə ki, yəni normal danışıq yoxdur. Vermirəm, get burada. Kimə nə deyirsən deyir, kimin neyinsə elə bizə heç kim. Mən bantizmədə şikayət eləmişəm. Rəsmi şikayət eləmişəm. İndi mən çox sağ olun ki, siz də dəvətimi qəbul elədiniz, gəldiniz. Dövlətin aidiyyatı qurumlarına mən buradan həm xahiş eləyirəm ki, mənim bu işimlə bağlı mənə kömək eləsinlər. Mən yetim yesir bir oğlanam. Mənim imkanım yoxdur. Mənim ailə vəziyyətim də çox pis vəziyyətdədir. Gəlib araşdıra da bilərlər. Mən o maşınla taksavatlıq eləyirdim. Nə bilim, 500 manat qazanıb bir dənə üzr istəyirəm. Körpə balam var, ailəm var, onu saxlayırdım. Kiraya qaldığım evdə. Amma ona baxmayaraq, bunlar mənim maşınımı əlimdən alırlar, qoyurlar bura, heç nə olmamış kimi, hansı ki, ödənişimi də ödəyə. Prosto bunlar, yəni bir vətəndaş kimi mən bilmək istəyirəm ki, bunların yəni arxalı ki, hara bağlıdır arxası, nəyə bağlıdır, kimə bağlıdır ki, bunlar heç nədən qorxmurlar, heç kimin zənginə, heç kimin danışığına məhəl qoymurlar. Kimin sahibi kimdir salonu? Sahibi vallahi, mən tanıdığım adı biri Elşəndir, biri Namikdir.
Ama əsrdə bilmirsin sahibi kimdir. Əsl sahibinin kim olduğunu xeyr bilmirəm. Yox, bunlar buranın güya sahibi gedirlər, amma o maşını keçirdikləri adi burada işləyən qadınlardır. Yəni hərəsinin adı biri elə Büsalə xanımdır. Yəni hərəsinin adında 15 dənə, 20 dənə yəni yoxlanış eləyə bilərlər də. Buradakı dövlətin qurumları maşallah inkişaf eləmiş dövlətdə yaşayırıq. Haqqı, hüququ şey eləmiş dövlətdə yaşayırıq. Gəlib hamısını araşdırıb yoxlaya bilərlər ki, bir adamın adına neçə dənə maşın ola bilər. Müraciətiniz kimədir buna? Müraciətləri bağlayırlar. Müraciətin buradan ümumiyyətcə buradan bu aidiyyatlı qurumlar bu işə kimləri baxırsa, Daxili İşlər Naziri cənab Firayət Eyvazov, Baş prokuror Kamran Əliyevə, cənab Kamran Əliyevə, cənab prezidentin özünə müraciətim odur ki, bir vətəndaş olaraq, bir gənc olaraq mən onsuz da onunla iş yeri kimi tapıb gedib 500 manat qazandığım halda mənim haqqımın bu boyda tapdalanmasına mən həm dözə bilmirəm, həm pulumu ödəmişəm. Mən heç kimin haqqını yeyən də adam deyiləm ki, məni bu vəziyyətdə qoyurlar. Sən görə bağlıdır. Salam aleyküm. Salam aleyküm Ərba xanım burada. Gəl. Qasımov. Salam aleyküm Ərba. Qasımov ilkini maşının burada alıb saxlamışsınız əlindən. Kim alıb saxlayır? Yəni, 2 gün bunun əvvəl. Kim alıb saxlayır? Yəni, buranın nümayəndələri. Sənin maşını saxlayır. Bəli. Toyota Prius, bəli. Kim alıb saxlayır? Niyə alıblar? Niyə alıblar deyəndə gecikmə adından mən pulumu güya aylığa gecikdirdim ki, ona görə. Mən gələndə də siz buradaydınız. Mənim ziyalı adamdır, onlar Şimdi yaxşı dinlədi sizi də. Biz özür istəməyə, biz qara yaxma ilə gəlməmişik bura. Biz nəysə biz kimisə, Gedişmə dirək dedim mən. İndi siz də canı bölgəsindəsiniz, mən sizi içində burada tanış olduk biz. Gedişmə məsələn bir ay gedişmə görə 2500 manat insaf, insaf deyil axı da. 2500 manat. Onu bilmirəm, 2000 manat, 1000 manat, 100 manat. Gedişmə 100 manat artadı, 2800 manat. Siz 2800 manat. Mən onu bilmirəm. ödədiyim halda. Mən onu bilmirəm, amma mən o işə baxmıram qadın. Sonra xanım gəlsin onun. Gəlsin ondan baxın. Zəhmət olmasın mən deyim gəlsin. Bu ödəniş yəqin ki, bu Vergilər Nazirliyinə elə müraciət etmək istəyirəm ki, bu ödəniş yəni bu boyda yəni şirkət açılır, bu qədər maşın var burada, bu qədər insanların əlində. Bu ödəniş qanunla burada gəlib ödənilməlidir. Sən ödənişi ödəyirsən? Mən ödənişi adi bir dənə Unibankın kartına. Kartdan kartdan. Bəli, kartdan karta atıram və ona baxmayaraq onlar məndən çeki tələb edir. Siz məndən çeki belə tələb edirik ki, mən gəlim burada resepsiyonda pulumu ödəyim, siz mənə çıxardın orada post terminaldan çekimi verin, mən həmən çeklərimi yığım saxlayım, neçə ay ödəmişəm. Siz bunu elə heç vergi vermədi, onda vergidən boyun qaçırmalıdır. Mən belə başa düşürəm, indi bir daha sadə vətəndaş olaraq. Evet. Bax belə bunu bilmək istəyirdim ki, yəni bax bunu da tələb edirlər məndən, yəni çox xahiş edirəm ki, ola bilsin ki, yəni birinci dəfədir mən kamera qarşısına keçirəm, hisslərimi düzgün çatdıra bilmirəm, amma çox xahiş edirəm ki, bununla bağlı ki, mənə köməklik olunsun. Yox, köməklik olunmayan halda, bir halda ki, bir vətəndaş kimi mənim haqqımı bərpa eləməsələr, yəni mən lazım olanı heç kimə yox, özüm eləyəcəm ki, lazım deyil şeylər. Siz maşınla gəldiniz bura. Maşını burada hara apardılar? Mən maşını çöldə saxlamışdım. Orada. Yolun o heç kimə manisi yerim. Maşını oradan içəri saldı, ona görə ki, maşında bir dənə çəkiliş eləyəcək ki, maşında güya ki, vuruq, əzik, nəysə problem yoxdur. Və ondan sonra mən içəri dəvət elədilər, onu dedilər, mən ödənişini sistemi ödəməyib, siz 2800 manat pul ödəməlisiniz, 2800 niyə ödəməliyəm deyirəm, buna görə bunu falan şeylər, lazımsız bir şeylərin adını çəkirlər ki, bunlara görə, gecikdirmişsiniz, gecikməyə görə 50 gün gecikməyiniz var. Laf 50 günün gecikməsi siz nədən hesablayın, nə boyda pulla hesablayırsınız ki? Onu nə qədər pulla hesablayırsınız ki, bu qədər məbləğ gəlir, 2800 manat. Çıktınız şöyle, gördünüz maşın burada yoksa maşın yoktu. Maşın buradaydı, maşın burada olur, maşın burada olsa... Maşın devletin nömrə nişanı. 50 FC 772. Buraya 2-3 dəfə gəlmişəm. Gələndə bir neçə adamları görmüşəm ki, faktı, hətta mən yüngül getsəm də çoxsun, əlbəzor beni qolundan tutub əlindən belə məcbur alıb düşürdülər aşağı ki, sən yaxşı yol, vermirik sənə maşın.
Niyə? Gecikmə. Ha, güya gecikməm var. Mən yenə deyirəm, ha, aylığımı ödədiyim halda mənə deyirlər ki, sən adına gəl, bizim sistemə düşməyib, ona görə sən bu qədər pul ödəməlisən, yox, vermirsənsə də sənin maşını. Kartdan sistem. Kartdan karta nə sistemi verirlər? Kartdan karta. Bəli. Bu ödəmişin özü maraqlıdır. Orada da üzr istəyirəm, ha, orada da kredit nəfər verilir, ha. Orada da dövlət o şeydən keçmə idarəsidir, nə? Qeydiyyatdan keçmə idarəsi. Hə, dövlət qeydiyyat idarəsində adi bir dənə çayxanada çay evidir. Orada oturur bir dənə stolda, pulu qoyur stolun üstünə, bax, elə verilir, ha. Kredit o formada verilir. Yəni kredit qanuni şəkildə o məsələ o qədər diqqətli araşdırılmalı. Deməli, ödənişlər kartdan karta ödənilir. Qeydiyyat, maşının qeydisi alınması deyir ki, bir çayxanada həyata keçirilir. Hə. Yəni, belə məsələlər çox ciddi araşdırılmalıdır. Adamlar təkrar gedirəm. Mən o qədər yazıb müraciət edirlər ki, biz gedirik 3 ay, 4 ay. Elə olur ki, bizdən siz də xəstələnmişsiniz, müalicə edirsiniz. Bəli, bir ay mən bir ay adamlar xəstə olur. Qanunu var da, onu hamı da bilir, araşdıra da bilərlər. Hansı xəstəxanada yatdım, onu da bilə bilərlər. Mən onu yatmışam, ondan sonra çıxmışam, dəvət eləyiblər, gəlmişəm. Gələndə də başıma bax, bu iş gəlib. İndi də deməli, dəyərli dostlar, Olmaz biz vəziyyətdə qalmış. qarşı tərəf olaraq gözlədik, qarşı tərəfdən gəlib mövqe bildirən olmadı. Biz təkrar buradan qeyd edirəm, bu avtosalonun adı yoxdur. Amma İlkin Qasımov dedi ki, kod 777. Ha, orada maşından qabağında var. Deməli, dəyərli dostlar, Gold Kars 777 markalı ünvanlı avtosalonun rəhbər heyətindən, digər bir işçilərindən kim olsa, qarşı tərəf kimi mövqe bildirə bilər, onlar da dinləyə bilərik. Demək, biz təxminən yarım saatdan artıq burada yox. Burada deyə biləcək, söz deyə biləcək bir adam yoxdur, mövqe bildirəcək bir adam yoxdursa, biz artıq gedək. Yenə təkrar deyirəm, təkrar qeyd edirəm ki, hər zaman qarşı tərəfin mövqe işlandırmağa hazırıq.